وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين وسيدنا ونبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem Müslümanlar, Allah'ın izniyle biz yine Şeyhülislam İbn Teymiyye Rahimahullah'ın Minhacü Sünne kitabını Azərbaycan dilində tərcüməsini oxuyub və bacardığımız qədər şərh edib sizlərlə paylaşırıq. Davam edirik və indi isə biz başlayırıq ikinci fəslə Allah'ın izniyle. Fi təşabuhi rafizati bil yahudi və nəsara min vucuhin kasira. Rafizlərin Yahudi və Xristiyanlara bənzərlikləri çox mühüm bir yerə gəlmişik. Allah'ın izni ilə davam edəcəyik və qarşıda daha mühüm məsələlər var. Sonra Şeyx Rahimahullah deyir ki, Səmmər Rafiziyyül Musannə fi kitabuhu Minhacil Kəramə fi Ma'rifətil İmamə vəl-haqqu annə isməhu Minhacun Nədəmə əvlə bihi. Yəni Şeyx Rahimahullah deyir ki, burada Rafizi müəllifi kitabına Minhacul Kərama fi Ma'rifətil İmamə adını vermişdir. Yəni imamətin yolu, imamların yolu, etiqadı. Onun əslində şeyx nə deyir? O kitabın adı Minhacun Nədamədir. Minhacun Nədamə. Yəni peşmançılıq yolu, zəlalət yolu, uyğunsuzluq yolu, batil bir yol. Sonra şeyx davam edir və deyir ki, və azamu asbabi tətənəssulil ulub ən yəkuna fiha buğdun və hiqdun alə xayrul mu'minin. Burada şeyx Rahimahullah deyir ki, çünki deyir, cibt, tağut olmağa layiqdirlər onların o kitabı və o cibt və tağut əhlindən olan birinin təmizliyi iddia etməsi həqiqəti əslində deyir, murdarlıqla vəsf olunmuş bir məsələdir. Yəni onlar deyir, öz yollarını tağuta, cibdə, peşmançılığa, batilə uymuş yollarını həqiqət kimi göstərməyə çalışsalar da, vəsf etsələr də, bu elə deyildir. Yəni əslində nəcasətlə, murdarlıqla vəsf olunmağa daha münasibdirlər. Şeyx Rahimahullah burada sərt şəkildə onları qınıyır və adlandırır. Sonra Şeyx Rahimahullah Allah'ın ayəsini oxuyur və deyir ki, Qalallahu Teala وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِ الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ. Və bu ayədə deyiləni Şeyx Rahimahullah bizə bildirmək istəyir ki, orada onlardan sonra gələnlər, möminlər nə deyər? Rəbbimiz bizi və bizdən əvvəl bu həyatdan iman ilə, yəni mömin olaraq köçən, vəfat edən qardaşlarımızı bağışla. Qəlblərimizdə iman edənlərə qarşı kin buraxma. Ey Rəbbimiz, həqiqətən sən bağışlayan və rəhimlisən. Yəni şeyx nə deyir? Deyir ki, bu deyilməlidir. Səhabələr barəsində, bizdən öncə gələn xeyirli ümmət barəsində bu cür dua edilməli olduğu halda rafizilər nə edir? Bəddua, lənət, təkfir, təhqir. Bax bunu bildirir Şeyx Rahimahullah. Sonra deyir, Allah dostlarına qarşı kim bəsləyiblər? Bu səbəbdən rafizlər Yahudilərə nəfsə uymaq və ikiyüzlülük, Xristiyanlara isə iftiraçılıq və cahillik baxımından çox bənzəyirlər. Hələ Şeyx davamında onların bir-birinə bənzəyən sifətlərini deyəcək. İndi ora gəlir Allah'ın izni ilə və deyir ki, Qalə şəbi mə rəaytu əhlən havə əşəddə kəzzibən minə rafizə. Diqqət edin nə deyir? Onlar havada və yalançılıqda hədd aşırlar. Onlardan daha çox yalan danışan, kəzzab bir firqə görmədim. Tabiinlərdən olan birisidir ya, Şəbi Rahimahullah, onlar haqqında görünə deyil. Və qadə səbətə annə Aliyyun radiyallahu anhu əhrəqə zənadiqə və nəfə minhumu İbn Səbə əl-Yəhudiyyə illə sənə. Sonra Şəbi Rahimahullah deyir ki, əgər deyir onlar quş olsaydılar, quş, qarğa olardılar. Qarğa. Yox, deyir, əgər heyvan olsaydılar, yəni torpağın üzərində gəzən, eşşək olardılar. Yəni, bu bizim bir sözümüz deyil, yəni biz burada kimsə təhqir etmirik. Tabiinlərdən olan və onları bizdən daha çox yaxşı tanıyan birisi Şəbi Rahimahullah deyir. Sonra nə deyir?
Və deyir ki, وَقَادَ ثَبَاتَ عَنَّ عَلِيٌّ رَضِيَ اللّٰهُ عَنْهُ أَهْرَقَ زَنَادِقَ وَنَفَعَ مِنْهُمُ إِبْنِ سَبَا الْيَحُودِيَّ وَفِتْنَةُ الرَّافِزَ تُشْبِهُ فِتْنَةَ الْيَحُودِ. Və nə deyir? Deyir ki, Əli radiyallahu anhu onlardan bəzilərini yandırmış, bəzilərini də sürgün etmişdir. Onlardan biri isə Yahudilərdən olan Abdullah ibn Səba idi. Mövzunun əsas müəlliflərindən. Rafizliyin yayılmasında böyük şəxslərdən biridir. Lənəhumullah, Allah lənət etsin bu adama. Və sonra nə deyir Şeyx Rahiməhullah? Qalətəl Yahudu, gəldik artıq onların bir-birlərinə bənzəmələrinə. Diqqət edin, diqqətlə dinləyin. Və qalətəl Yahudu, lə cihadə, həttə yəxrucəl Məsihud Dəccal. Yahudilər dedilər ki, Məsih Dəccal görünməyənə qədər Allah yolunda cihad yoxdur. Lə cihad, cihad yoxdur. Və qalətəl Rafizətu, lə cihadə həttə yəxrucəl Məhdi. Eyni şeydir. Bunlar da Rafizlər deyirlər ki, Məhdi gələnə qədər cihad yoxdur, sayılmır. Sonra Şeyx Rahiməhullah Rafizlərlə Yahudilərin, Xristiyanların digər bənzərliklərini sayır. Deyir ki, Qalətəl Yahudu lə təkunul mulk illə fi əli Davud. Yahudilər dedilər ki, peyğəmbərlik, varislik, imamlıq, mülk yalnız Davud ailəsindədir. Davudun nəslindədir. Və qalətəl Rafizətu. Və deyir, Rafizlər də eynisini deyirlər. Nə deyirlər? Lə təkunul imamətu illə fi ru'lid Aliyyun. İmamət yalnız Əli və onun nəslinə aiddir, oğullarına aiddir. Allahu Ekber. Sonra yenə Şeyx Rahiməhullah bənzərliklərini sayır, deyir, وَالْيَحُودُ يُؤَخِّرُنَ صَلَاةَ الْمَغْرِبَ حَتَّى تَزْحَرَ النُّجُمْ وَكَذَلِكَ رَافِزَ. Onlar həmçinin Yahudilər və Rafizlər nəcm, qaranlıq düşüb ulduzlar bir-birinə giriş edənə qədər namazı uzadırlar. Bu məsələ də Allah Rasulü sallallahu aleyhi və səlləmdən Buxari və Müslimdə belə bildirilib ki, qiyamət əlamətlərindən biridir. Yəni onların bənzərliklərini sayır. Sonra davam edir, şeyx deyir ki, وَالْيَحُودُ أَحَرَّفُ التَّوْرَةِ وَالرَّافِزَ يُحَرِّفُونَ الْقُرْآنِ. Və deyir, Yahudilər dedilər, Tövratın bir qismi təhrif olunub. Eynisini Rafizlər də dedilər. يُحَرِّفُونَ الْقُرْآنِ. Quranın bir qismi təhrif olunub. وَالْيَحُودُ يُبْغِزُونَ جِبْرِيلَ وَيَقُولُونَ هُوَ عَدُوُّنَا. Və deyir ki, Yahudilər Cəbrailə buğz edirlər. Ona nə gəldi deyirlər və eynisini Rafizlər də fərqli formada edirlər. Nə deyir? وَالرَّافِزَةُ يَقُولُونَ جِبْرِيلَ أَخْطَأَ فِي الرِّسَالَةِ. Və deyir, Rafizlər də deyirlər ki, Cəbrail xəta etdi, risaləti çatdırmaqda, xəta etdi, Muhammədə gətirməkdə. Əstəğfirullah, həşə. Yəni görürsünüz, bax Şeyx Rahiməhullah bunların bənzərliklərini sayır. Yəni dəhşətdir. Sonra Şeyx Rahiməhullah digər bərabərliklərini, bir-birlərinə bənzəməklərini sayacaq. 21 dənəsi hələ durur. 21 dənə Allahın izni ilə sayacaq. Bugünlük bu qədər kifayətdir. O da digər məclisimizdə, digər dərsimizdə danışarıq. Allah bizi eşidib faydalananlardan etsin. Allah bizi fitnəkarların şərrindən qorusun. Onları da layiq deyirlərsə islah etsin, layiq deyirlərsə yerin dibinə batırsın. Nəstəğfiruka və nətubu ileyh. Elhamdülillahi Rabbil aləmin. Selamun aleykum və rəhmətullahi və bərəkətuhu.